Verilmiş şəklə əsasən sual icrasına uyğun gələn sözü tapmalıyıq. Deməli, soldakı şəkildə biz diqqətlə baxsaq görərək ki, Evklit sözünün güzgü formasına əksi verilmişdir. Sanki şaquli xətt çəksək, sol və sağ bir-birinə simmetrikdir. Eyni qayda ilə soldakı sözün bir neçə hərfini yazaq. Deməli, Y hərfinin güzgü əksi təxminən bu şəkildə olur. Bəndlərdən buna uyğun gəlməyən bəndi silək. Deməli, B bəndi artıq doğru cavab deyil. E hərfinin güzgü əksini yazaq, təxmini bir şəkildə E hərfi. Bəndlərdə C bəndə E hərfi uyğun gəlmir. A və D bəndlərindən biri ola bilər. G hərfinin əksini çəkək burada şəklini. Deməli, G təxminən bu şəkildədir. A bəndindəki G hərfi həmin şəkildə uyğun gəlmir. Ona görə doğru cavab olur D bəndi. Digər hərflərin də güzgü əksi D bəndində doğru verilib. Cədvələ əsasən sual işarəsinə uyğun gələn ədədi tapmalıyıq. Belə ki, 5 və 6 ədədlərindən 17 ədədi alınıb. 5 və 6-dan 17 alınıb. Digər fərqli rəqəmlə göstərək. 6 və 7-dən 19 alınıb. Qırmızıdan nöqtələdim. Deməli, belə daha tez tapmaq olar ki, 5-dən 7-yə 2 varid artanda 17-dən 19-a 2 varid artıbsa, demək ki, sütundakı ədədlər 1-ə vurulur. Yəni, dəyişmir. Ona görə biz bunu belə baxa bilərik. 17 bərabərdir. Neçəsə vurulsun 6 üstə gəlinsin 5. Bunu tapıraq ki, x bərabər 2-dir. Yəni, 6-nı 2-yə vursaq və üzərinə 5 gəlsək, 17 alınır. Digərlərinə baxaq. Məsələn, 8-dən 5-i yoxlayaq. 8 və 5-i yoxlayaq ki, 21 alınırmı? Deməli, 2 vurulsun 8 üstə gəlinsin 5 bərabər 21 alınır. Daha fərqlisini yoxlayaq. Tutaq ki, 4 və 9-u yoxlasaq. 2 vur 4 üstə gəlinsin 9 bərabər 17 alınır. Sonuncuya baxaq. 2 vurulsun 8 üstə gəlinsin 7 bərabərdir 16 üstə gəl 7 23. A bəndi. Doğru cavab A bəndi 23. Sxemdə verilmiş ədədlər arasındakı əlaqəni tapıb A plus B cəmini tapmalıyıq. Belə ki, buradan görünür ki, 7-nin kvadratı 49-dur, 4-ün kvadratı 16, 8-in kvadratı 64 və B bərabərdir 5-in kvadratı 25. 7-dən 9-u tapmaq üçün üzərinə 2 gəlinib, 4-dən 6 yenə üzərinə 2 gəlinir, 8-dən 10-a həmin qayda yenə doğrudur. Deməli, A-nı tapmaq üçün 5-in üzərinə 2 gəlməliyik, bərabərdir 7-yə. A plus B cəmi 25 üstə gəlinsin 7 bərabərdir 32. Doğru cavab C bəndi. Sözlərdəki hərflərin yerlərinin dəyişilməsinə aid bir sualdır. Bayram sözündə hərflərin yerini dəyişməklə doğru cavab tapmalıyıq. Deməli, birinci fiqurdakı kvadrata, rom kvadrata oxşayan fiqur birinci sətirdə. Sözdəki hərflərin 3-3 yerlərini dəyişir. Nov sözü olur von, sanki yerləri dəyişir. Rus sözü də eyni qaydada 3 hərf yerlərini dəyişir, olur zur. Deməli, ikinci söz işarə isə halqaya oxşayan, dairə halqaya oxşayan simvolda isə hərflərin yerləri 2-2 dəyişir. Ot dəyişir, sonra R ilə P, sonra isə A və Q yerlərini dəyişir. Bizim üçüncü sətirdə birinci simvol dairədir, ona görə hərflərin yerləri 2-2 dəyişilməli. Deməli, A, B, R, Y və M, A şəklində olur. Növbəti addımda isə bu hərflərin 3-3 yerləri dəyişməli. Deməli, ilk 3 dənəsini tərsində yazsaq, R, B, A və son üçünü, yəni tərsində düzsək, A, M və Y hərfləri alınır. Doğru cavab B bəndi. Ədədlər arasında əlaqələr tapılmalıdır və sual işarəsinə uyğun gələn ədəd tapmalıyıq. Deməli, 3, 9 və 7-dən 34 alınıb. İkincidə isə daha yaxşı aydın görünür. Belə ki, biz 5-i 4-ə vursaq, 5 vur 4, üstə gəl 2, 22-yə bərabər alınır. Birinci şəkildə yoxlayaq. 3 vur 9, 27, üstə gəlsin 7, 34. Burada da ödəndi. Üçüncü şəklə baxsaq, 7 vurulsun 6, üstə gəlsin 8, bərabərdir 42 və 8, 50 doğrudur. Deməli, sonuncu şəkildə də sual işarəsinin yerinə yazılmalıdır. 8 vur 2, üstə gəlsin 9, bərabərdir 16 üstə gəl
9, 25 yazılmalıdır. Doğru cavab A bəndi. Hərflərinin yerləri dəyişdirilmiş sözləri bərpa edərək fərqli sözü tapın. Birinci sözdəki hərflərdən deməli vəkil sözü alınır. Yerlərini düzəltsək. İkinci B variantındakı həkim sözüdür. C variantındakı polisdir. D-dəki isə balıq sözüdür. İlk 3 dənəsi peşəni bildirir, balıq sözü isə fərqli sözdür. Doğru cavab D bəndi. Şəkillər arasındakı əlaqəni tapıb, sual işarəsinə uyğun gələn cavabı seçməliyik. Deməli, birinci sətirdəki iki şəkil arasında güzgü əksi qanuna uyğunluğu var. İkinci şəkillər eyni qaydada olmalıdır. Tək-tək fiqurlara baxaq. İkinci şəkildəki, ikinci sətrin soldakı şəkildəki qırmızı işarələdiyimiz fiqurun əksi digər tərəfdə sağ tərəfdə olmalıdır və onun istiqamətə diqqət etməliyik. A bəndində həmin istiqamət pozulub, həmin şəkil dönüb, doğru deyil. B bəndə həmçinin doğru deyil. Amma C və D bəndlərində həmin fiqur tam yerində qalır. Sol aşağıdakı bu meymun şəklinə baxaq. Bu da sağ aşağıda olmalıdır və istiqaməti də sağa doğru olmalıdır. Deməli, sola doğru olan A bəndəkini silirik. Digərlərinə doğrudur. İkinci oradakı şəkil, bu maral şəkli bir xətlə göstərdiyimiz. İkinci şəkildə sağda üzü sağ tərəfi olmalıdır. Sol tərəfi onları silirik. D bəndində silməliyik. Doğru cavab olur C bəndi. Digər fiqura baxsa, onların da doğru olduğunu görə bilərik. Doğru cavab C bəndi. Tarazlıqda olan tərəzilərdə sual işarəsinə uyğun gələn hərfləri tapmalıyıq. Birinci sətirdə, birinci tərəzidə hərflər fərqlidir, amma ikinci tərəzidə həm sağ, həm sol tərəfdə D var. Biz onları silə bilərik. Çünki tərəzinin sol və sağ gözünə eyni ağırlıqlı fiquru qoymaq və götürmək olar. Birinci və ikinci tərəzidən biz görürük ki, B birinci tərəzidə D və 3 dənə C-yə, ikincidə isə 2 dənə D-yə bərabərdir. Buradan hər tərəfdən 1 D-ni götürsək, qalacaq 1 D bərabərdir 3 dənə C. Bizdən də 1 D-ni soruşuruz. Doğru cavab B bəndi. Ədədlər arasındakı qanuna uyğun tapmalıyıq və sual işarəsinə uyğun gələn variantı tapmalıyıq buradan. Deməli, birinci sətirdə 4 rəqəmdir. Bunlar 2-2-yə baxaq. 8 və 7-nə baxırıq. Bunların hasili 56 yoxdur, amma cəmi 15 edir. Burada sanki yerləri dəyişərək yazılıb. 9 və 4-ün də cəmi 13-dür. Əvvəldə 13 yazılıb. Digərlərə baxsaq 3 və 5 8, 6 və 8 14 doğrudur. 3-cü sətirdə də 16 və 9 doğrudur. Deməli, 4-cü sətirdə 9 və 2-nin cəmi 11 sona yazılmalıdır. 4 və 7-nin cəmi o da 11-dir. Əvvəl yazılır. Doğru cavab olur B bəndi. 1111. Birinci fiqur deformasiyaya uğrayaraq ikinci fiqur alınmışdır. Xalqalar bir nəzərən yerini dəyişmişdir, bağlar qırılmamışdır. Sual işarəsinə uyğun gələn hərfi tapmalıyıq. Deməli, solda ilk tapa biləcəyimiz ən asanı B hərfidir ki, bu çevrədən 4 dənə xət çıxır. Sağ şəkildə həmin 4 xət çıxanı B-dir. Bura B yazaq. B-yə birləşik olan, baxın, B-Y-D-S xəttinə baxaq. B-Y-D-S. Bu xətti seçə bilər digərindən. Həmin ardıcıqla buradan yazsaq, olur deməli B-dən sonra E, növbətdə D və C. Digər hərfləri də A və F-dir. Onlar yazmaya ehtiyac yox, çünki bizdən sual işarəsini soruşur. Doğru cavab D hərfi, düzgün cavab C bəndi.